Hamınızı salamlayıram. Bu gün burada mənim üçün çox önəmli olan bir mövzu haqqında danışacağıq. 8 yaşımda ağır yanıq travması almışam və uşaqlıqdan bu yana bir çox depressiv hallar yaşamışam. Ən böyük mənim üçün dönəm Bakıya ilk gəldiyim zamanlar idi və özümlə və ətrafla sorğu-sualım başlamışdı. Bu zamanlar bir psixoloqa belə bir sual vermişdim. Uşaqlar mənə baxanda qorxmasınlar deyə mən necə davranmalıyam? Onlarla necə ünsiyyət qurmalıyam? Bu sual özümə aid olsa da, əslində bütün cəmiyyətə aid bir sualdır. Psixoloq Nərmin xanımla biz bu mövzunu daha dərindən araşdıracağıq bu gün və valideynlər üçün ən doğru yanaşmanın nə olduğunu tapmağa çalışacağıq. Gəlin Nərmin xanımla tanış olaq. Salamlayıram hər kəsi. Mən psixoloq Nərmin İslamova. Artıq 13 ildir ki, bu sahədə çalışmaqdayam. Uşaqlarla, onların dəyərli valideynləri ilə, yeniyetmələrlə, yetişkinlərlə çalışıram. Təşəkkür edirəm sizə. Minnətdaram ki, bu gözəl, həssas, dəyərli və bir o qədər də əhəmiyyətli mövzu ətrafında müzakirə üçün məhz məni seçmisiniz, məni dəvət etmisiniz və bundan mən ancaq və ancaq qürur duyuram. Və düşünürəm ki, bu müzakirə bir çoxları üçün faydalı olacaq. Bu istiqamətdə də əlimizdən gələni edəcəyik. Gəlin başlayaq onda. Başlayaq. Deməli, ilk sualımız belədir. Uşaqlar fərqli görünüşü olan bir insana baxdıqda və yaxud da necə deyirik, fiziki məhdudiyyətli olsun, belə bir şəxslərə baxdıqda uşaqların beynində bir çox sual yaranır. Bu zaman qarşı tərəf necə davranmalıdır? Həmin uşaqla bu ünsiyyəti necə qurmalıdır? Həmin uşaqlar ondan çəkinməsinlər və onlarla ünsiyyət qura bilsinlər. Yeri gəldiyi zaman əylənə bilsinlər birlikdə, bir toplum arasında daha rahat ola bilsinlər. Çox gözəl başladıq artıq. Çox maraqlı sualdır. Belə deyim də, yəni istənilən bir çətin situasiyada, o situasiyada özünü rahat hiss etmək, yaxşı tərəfdən onun öhdəsindən gəlmək və həll eləmək üçün qaçmamaq lazımdır həmin situasiyadan. Yəni qaçdıqsa, bu zaman, yəni məsəl üçün göz-gözə gəlməyə bilər bəziləri. Mən ən çox belə eləmək istəyirdim ki, uşaq görməyən bir yerə keçim ki, yəni görməsin, o anda digərlərinin də mənimlə qarşılaşması deyəcəklər ki, necə baxdı, necə çəkindi, utandı. Bu şeydən uzaqlaşmağa çalışırdım. Elə ona görə vurğulayıram ki, yəni ilk etapda o qaçma davranışı müşahidə olunur. Bu qaçma davranışı müşahidə olduğu müddətcə, yəni qaçdıqca biz nədənsə, həmin situasiya heç bir zaman həllini tapmır. Yəni insan da özünü rahat hiss eləmir. Və həmin o narahatlıq, o təşviş, o həyəcan sirayət eləyir qarşı tərəfə də. Artıq uşaqlar da öz növbəsində sanki bir təlaşlanmış olurlar. Elə bilirlər ki, çünki qarşıda o reaksiyanı gördüklərinə görə özləri də eyni reaksiyanı varmış kimi hiss edirlər. Və təbii olaraq onlar da qaçırlar, çəkinirlər. Bu baxımdan ilkin növbədə qaçmamaq, səmimi davranmaq. Çünki həmin insan özünü olduğu kimi qəbul etdikdə, özünü olduğu kimi gördükdə və necə var o cür davrandıqda həm özü üçün, həm də qarşı tərəf üçün daha rahat olacaq deyə düşünürəm. Bu baxımdan səmimi davranmaq, necə hiss edir, necə içindən gəlir, yəni o cür davranmaq daha məsləhətə uyğundur. Məsələn, bir qonaq gedəndə bu situasiya yarana bilər. Adicə bir yol gedəndə, bir metroda çox rastlaşırıq da belə situasiyalarla. Təklif eləyərdim ki, məsəl üçün bir qonaq gedəndə, əgər həmin mühitə gedəndə orada uşaqlarla rastlaşacağıqsa, həmin uşağın sevdiyi məşğələlər, sevdiyi oyunlar haqqında bir məlumat eləyib, onun xarakterik xüsusiyyətlərini bilib, ona uyğun məsəl üçün davranmaqda da bir fayda olacaq. Demirəm maskalanmaq, ya yalandan nəsə içdən gəlmədən, təbii ki, içdən gələkdə səmimi bir davranış göstərmək şərti ilə. Metroda və yaxud da avtobusda da olur ki, rastlaşa bilirik. Bu zaman həmin şəxs yenə də bir təbəssüm, bir gülümsəmə, bir əl yelləmə. Yəni ki, həmin insan özünü olduğu kimi digərlərindən ayırt eləmirsə, düşünürəm ki, qarşı tərəfdə artıq burada xüsusi bir durumun olmadığını, qorxulacaq, narahat olacaq bir durumun olmadığını fikirləşəcək və bir ayrı
cıl bir durum olmadığını düşünərək o da içdən digərlərinə necə davranırsa o cür davranacaqdır və daha yaxşı bir ünsiyyət alınacaqdır. Növbəti sualım belədir ki, valideynlər nə zaman övladlarına maarifləndirmə məsələlərinə başlamalıdır? Hansı ki, onlar öz parta yoldaşları ola bilər, küçədə gördükləri dostları ola bilər ki, onları kənarlaşdırmasınlar, hər zaman onlarla birlikdə oynasınlar. Yəni fərqli dişləri nə vaxt mənimsəməyə başlamalıdır uşaqlar? Bu üzərində valideynlərə çox yük düşür, həmçinin məktəblərdə də müəllimlərə. Nə zaman bu proses başlamalıdır, necə olmalıdır sizcə? Əlbəttə, toxunaq bu hissəyə də çox vacib nüansdır. Belə deyim də, artıq uşaqlar ki, özlərini dərk edirlər, özlərini tanıyırlar. Artıq bilirlər ki, və hansı cinsə aid olduqlarını, qız, oğlan. Yəni bu yaş 2 yaşdan sonra hardasa başlayır. Və bu dönəmlərdə artıq özünü tanıdı və özünü digərlərindən ayırır. Anasını digərlərindən ayırır. Bütün insanları bir-birindən fərqləndirə bilir. Bu dönəmdə təbii ki, sözlə demək də lazımdır, bu öz yerində, amma real həyat şəraitində ki, rastlaşırıq, bizim dəyərli xüsusi digər uşaqlarımızla, insanlarımızla, onları məsəl üçün göstərib, məsəl üçün, zaten uşaqlar sual verir bu haqda. Özləri soruşurlar, heç xüsusi bir öyrətməyə də ehtiyacı qalmır. Bunu da çox müşahidə edirik. Və bu suallar veriləndə valideynlərin üstünə o məsuliyyət düşür ki, doğru şəkildə onlara bunu izah eləsin və tanıtsınlar. Onlar da məsəl üçün uşağı qaçırmasınlar. Yaxud da ki, sualı bəzən valideyn keçişdirir. Onun üstündə qalmaq istəmir ki, birdən uşağı qorxar və yaxud da ki, xoşagəlməz reaksiya verər. Belə də olur ki, qarşı tərəfi incidər. Yəni bu baxımdan da yanaşan Bu valideynlərimiz məsələ olur. ilə çox qarşılaşmışam Yəni əslində həyatda da. istəmsizcə məsəl üçün eləyən valideynlərimiz də olur və yaxud da ki, qarşı tərəfi qorumaq niyyəti ilə də bu addımı atan bilmədən, amma yəni elə bilirlər ki, orada həm qarşı tərəfi qoruyurlar, həm də uşaqlarını qorumuş olurlar. Bunu dırnaqarası deyək, bu qorumaq sözünü. Bu baxımdan amma yəni burada da yenə bir qaçmamaq, bir durmaq və uşağın sualına dürüstcə, düzgün şəkildə necə lazımdır izah eləmək, göstərmək, məlumat vermək, məsəl üçün hansı məhdudiyyəti varsa o haqda maarifləndirmək. Eyni zamanda əlavə olaraq da ki, cizgi filmlərinə də baxılır. Uşaqlar kiçik yaş dövründə ki, orada da bu mövzu ətrafında çəkilmiş bir çox cizgi filmləri var ki, hətta filmlər də var. Onları da göstərə-göstərə, məsəl üçün orada da müzakirə eləyə-eləyə, danışa-danışa tanıtmaq lazımdır. Yəni nə qədər erkən olsa, bir o qədər faydası var ki, çünki daima bir cəmiyyətin içindəyik, bir sosial mühitin içindəyik. Kimlə, nə zaman, necə, hansı situasiyada qarşılaşacağımızı bilə bilmirik. O baxımdan da hazırlıqlı uşağımızı hazırlamaq lazımdır ki, həm özü doğru bilsin və istənilən mühitə düşəndə necə doğru şəkildə davranacağını bilsin. Eyni zamanda da qarşı tərəfə də yəni o istəmsizcə neqativ davranışları, neqativ hissləri ötürməsin. Dediyim kimi bu da təbii ki, lap körpələrə aid deyil. Onlar hələ dərk eləmirlər bir çox şeyi və yaxud da ki, onlarda lap körpəlik yaş dövründəki müəyyən qorxular olur. O halda müəyyən situasiyalarda görüb nələrsə qorxa bilərlər, ağlaya bilərlər. Bu normal bir haldır. Amma dediyim kimi artıq uşaq özünü dərk edir, ətrafını tanıyır və bir fərqindəlik yaranıb onda öz mənini və tanıyır və digərlərinə ayıra bilirsə, bu zaman artıq bu vaxtdan başlayıb tanıtsa, öyrətsə, göstərsə, desə, danışsa, təbii ki, fayda olur. Lazımdır. Hər hansı travma yaşamış və ağır bir hadisədən keçmiş uşağa hansı psixoloji dəstək göstərilməlidir? İlk növbədə ətraf olaraq, valideynlər olaraq, yəni baxım verən, böyüdənlər uşağı olaraq, təbii ki, burada ona bunu zaten hamımız bilirik, amma bunu mən vurğulamalıyam. Yəni empatiya quraraqdan yanaşmalıyıq birinci növbədə. Onu yəni sözdə yox, davranışımızla, əməlimizlə göstərməliyik ki, yəni bu mümkün bir şeydir və hər kəsin başına gələcək bir şeydir. Öz səmimiyyətimizlə, amma dediyim kimi yalan səmimiyyət ya da sözdə olan davranışlarla yox, bunu göstərməliyik və düşünürəm ki,
bu cür situasiyalarda, bu cür durumlarda ə, istənilən halda professional dəstəyi alınmalıdır. Bəzən baxım verənlər, valideynlər düşünürlər ki, özümüz öhdəsindən gələrik, uşaq özü öz başına öhdəsindən gələ bilər. Zamana buraxaq alışar. Zaten zaman hər şeyi həll eləyir. Keçicidir. Bir müddət sonra alışacaq. Yəni bu qədər asan deyil. Bu baxımdan mütləq şəkildə bir professional dəstəyi alınmalıdır. Professionala yönəldiyindən sonra isə mütəxəssis, yəni psixoloq uşaqla müxtəlif terapiyalarla, oyun terapiyası olsun. İndi yaş dövrünə görə burada terapiyalar dəyişir təbii olaraq. Art terapiya olsun, eyni zamanda koqnitiv davranış terapiyası olsun. Yəni istənilən terapiyalardan istifadə eləyərək uşağın özünü qəbul etməyi düşüncə olaraq. Üzr istəyirəm Nərmin xanım. Bəs indi hal-hazırda kəndlərdə bu vəziyyət çox çətin vəziyyətdədir. Yenə şəhərlər daha yaxşıdır. Əl çatımlıq çox azdır. Necə deyim, əslində belə bir çıxanda doğru dildə desək, ev üsulu onlar bəs necə eləyirlər? Onlara necə bir yardım ola bilər ki, yəni övladlarının hansı bir situasiya ilə, hansı bir yolla daha o dönəmi rahat keçmələrinə kömək olar. Məsələn, mən kənddə böyümüşəm. Mənim üçün bu çətin bir dövr oldu. Valideynlərimin də qəbullanması çətin bir proses idi. Mənim də öz başına mübarizəm idi. Necə bir yanaşma daha doğru olar idi sizcə? Bu halda indi düzdür, o dövrdə biraz bu internet çatmaq, internetin erişimi deyək də biraz o dərəcədə deyildi. Daha biraz nələrisə öyrənib, baxıb, tətbiq eləmək və yaxud da ki, harasa aparmaq, həm maddi baxımdan, çünki şəhərə də gəlib, burada yaşayıb, həm məsələn hardasa qalmaq, o da maddiyyat tələb eləyir, yol, xərci, istər-istəməz, yəni bir çox burada faktorlar var ki, çətinlik yaradır. Ancaq hal-hazırda bu maneələr, əvvəlki maneələr biraz aşılmış vəziyyətdədir. Artıq internet baxımından da əlçatanlıq var. Bu halda mən məsləhət görərdim ki, onlayn seans ən azından götürsünlər. Çünki onlayn seanslar da təşkil edir mütəxəssislərimiz. Mütləq şəkildə uşaqla onlayn seanslarla, dediyim kimi, oyun terapiyasıdır, qrup terapiyalarda da təşkil eləmək olar, onlayn da eləmək olur. Yenə dediyim kimi, koqnitiv davranış terapiyasından yaşına görə təbii ki, uyğunluq varsa istifadə eləmək lazımdır. Əgər uşaq o gücü, o qüvvəti özündə ola bilər hiss edib qatıla bilməsə, bu zaman məsləhət görərdim ki, valideynlər bir mütəxəssislə işbirliyi eləyib, onlar özləri doğru, düzgün yanaşmanı, necə eləyə bilərik, hansı metodu, hansı terapiyanı özümüz necə təşkil edə bilərik, bunu öyrənib evdə özləri tətbiq edə bilərlər və bu mümkünsüz deyil. Hətta bu mövzu olmasın, başqa bir mövzuda da bir çox valideynlər var ki, özləri psixoloq olmasalar belə övladlarının yaxşılığı üçün, gələcəyi üçün müəyyən psixoloji kurslar alırlar, tətbiq edirlər evdə. Yəni bu baxımdan düşünürəm ki, ən azından bunu eləmək olar ki, harasa getməyə ehtiyac yoxdur. Onlayn şəkildə qoşulub mütəxəssislə işbirliyi edərək təbii ki, öhdəsindən gəlmək olar. Bir də ki, məktəblərdə də müəllimlərin dəstəyi də çox önəmlidir. Onlar da Valideyn və müəllim birlikdə əslində işləməlidir. bəli, valideyn, müəllim və əgər internet problemi yoxdursa, onlayn şəkildə də mütəxəssis dəstəyi də almaq olar. Bizim bölgələrimizə ünvanlayıram. Təbii ki, şəhərdə də artıq yəni mütəxəssis yanına müraciət eləmək elə də çətin deyil. Bəs valideyn və ətraf mühit bu prosesdə ən çox hansı səhvləri edir? Yəni təcrübənizdə də hansı səhvlərlə daha çox qarşılaşmısınız? Mən biraz bu mövzuda belə deyim də, bir çox şeydə valideynləri bəzən ola bilər ki, üstünə çox yüklənirəm. Bu mövzuda da biraz yüklənəcəm. Məncə də yüklənməlisən. Çünki baxın, heç bir uşaq bilərək, istəyərək heç kimə pislik eləmək istəməz. Çünki bütün uşaqlar məsumdurlar da. Yəni heç bir uşaq pisliyi necə eləyəcəyini
özündən uydura bilməz, özündən bilə bilməz. O, yəni hər şeyi kənardan görür, ətrafından görür və onu doğru bilir, o cür tətbiq eləyir. İstər yaxşılıq olsun, istəyir pis davranış olsun, istəyir yaxşı yanaşma olsun, istəyir mənfi yanaşma olsun. Bu baxımdan yəni bizim valideynlərimizə, ümumiyyətlə yəni cəmiyyətimizə, böyüklərimizə yəni çox böyük məsuliyyət düşür. Uşaqlar bizi rol model götürürlər, bizdən öyrənirlər. Tək bu mövzuda yox, istənilən davranışda, istənilən mövzuda, istənilən məsələdə bu belədir. Və buna görə də yəni əgər böyüklər doğru şəkildə yanaşırsa, davranırsa, uşaq da onu görüb götürüb yanaşacaq. Amma təəssüf ki, hələ də düzdür. İndi maariflənmə artıb, əvvəlki qədər müşahidə etmirik. Mən özüm də xüsusən avtobusa minəndə, metroya minəndə müşahidə eləyirəm. Müşahidə etməyi çox sevirəm. Bu baxımdan əvvəlki qədər belə necə deyim, qəribə baxışlı olan insanlar yoxdur. Və yaxud da ki, uşağı çəkişdirən, məsəl üçün yanında oturmasın, yaxın getməsin, yəni o yoxdur. Əvvəllər daha çox idi. Çünki hal-hazırda artıq demək olar ki, hər ailədə, hər necə deyim, nəsildə, əsildə bir məhdudiyyəti olan insan var. Yəni artıq göz görür və özləri də bilirlər, öyrəşirlər, vərdiş alır və yəni adiləşdirirlər. Çünki həqiqətən də bu belədir ki, demək olar ki, hər bir ailədə bir məhdudiyyəti olan bir insan var, ya uşaq var, şəxs var. Bu yəni öyrəşir və adiləşir buna uşaqlar. Amma yenə də təəssüf ki, qalır ki, o məsələnin mahiyyətini bilmir, qınayıcı yanaşmalar olur. Səbəbini bilmir. Məsəl üçün bu uşaq niyə özünü belə pis aparır? Amma halbuki bu uşağın bir xüsusi bir durumu var da, yəni onu bir empatiya qurmaq lazım olur. Amma təəssüf ki, belə durumlar hələ də davam edir ki, bu da ən çox edilən səhvlərdəndir ki, məsələn, hansısa bir xüsusi durumu olan uşaq gedir tutaq ki, marketə, orada özünü yaxşı aparmır, məsəl üçün nəyisə istəyini bildirə bilmir, sözəl olaraq da bildirə bilmir, davranışsal olaraq da düzgün bildirə bilmir. Çünki onun inkişaf problemi var, tutalım ki. Orada özünü yaxşı aparmır, dava eləyir, ağlayır, özünü yerə atır. Orada məsəl üçün qıraqdan baxarlar ki, ayda valideyn uşağa düzgün tərbiyə vermir, məsəl üçün də niyə sözə qulaq asmır. Halbuki amma bu uşağın məhdudiyyəti var da, yəni o doğru yanaşa bilsə təbii ki, doğru yanaşardı. Bundan sonra bir başqa valideyn Mən belə bir situasiya ilə qarşılaşmışdım. Çox istərdim ki, bunu burada deyim və bu haqda biraz müzakirə aparaq. Bir gün qardaşım qızını parka apardım. Parkda səhər erkən saatlarında getmişdik, belə deyim. Və orada bir uşaqla anası var idi. Uşağın bir sendromu var. Düzdür, indi tam sendromun adı yadımda deyil və səs çıxarır uşaq. Ancaq hər hansısa bir şeyi yoxdur da, bu kənara ziyanı yoxdur, sadəcə bunu səs çıxarır. Və bunu hələ başa düşməmişdik. Söylə başladı oynamağa. Bu uşaqla da oynamaq istədi və ana çox narahat oldu. Amma narahatçılığı ona görə idi. Qayıtdı mənə yaxınlaşdı, dedi ki, bəs narahat olmayın, mənim uşağım heç kimə ziyan vermir. Və qayıtdı mənimlə söhbət elədi. Dedi ki, biz hər gün erkən saatlarda belə bura gəlirik. Mən uşağımı əslində uşaqlar olarkən gətirmək istəyirəm. Sadəcə digər valideynlər biraz aqressiv yanaşırlar ki, bizim uşaqlarımıza zərər verirsiniz. Belə bir situasiyada o valideyn əslində doğrumu edir səhər erkəndən gəlməyə, yoxsa onun da haqqıdır günorta saatlarında gəlmək, uşağının sosiallaşması. Bu ikitərəfli bir prosesdir. Necə getməlidir bu? Bura zaten toxunacaqdım. Bu sonra mövzusu indiyə gəldi çıxdı. Belə deyək də, belə situasiyalarda olur. Çünki ora qayıdacağam, onu mən bir dənə də xatırlat. Baxın, o bayaqki səhvlərdən ki biz danışırıq. Səhv deməyək də, yəni doğru olmayan yanaşmalar. Doğru bildiyimiz yanlışlar. Ay sağ ol, eynən. Ki məsəl üçün orada dediniz valideynlər, digər valideynlər aqressiv yanaşırlar. Baxın, bu hələ də müşahidə olunur da. Çünki o valideynlər özləri özlüyündə uşaqlarını imkan vermirlər. Özlərində də bunu qəbul etmirlər. O bizdən olan, amma fərqli olan şəxsləri, insanları, uşaqları öz uşaqlarının gözündə adiləşdirmirlər. Təlaşlandırırlar, qorxudurlar. Amma yəni bu çox yanlış bir addımdır. Onlar tərəfdən, qarşı tərəfdən təbii ki. Mütləq şəkildə empatiya qurmaq,
özünü onların yerinə qoymaq lazımdır ki, bu insan üçün də çox çətindir. O uşaq üçün də və yaxud da valideyn üçün, uşağın valideyni üçün də həqiqətən də çox çətindir. Görürsüz, deyirsiniz ki, tezdən gətirir ki, çünki o aqressiya ilə rastlaşmasınlar. Onlar özləri də bir həddən sonra yorulurlar mübarizə aparmaqdan, başa salmaqdan, izah etməkdən və artıq qaçmağa meyllənirlər. Onlar da qaçırlar ki, səs-küy istəmirəm, problem istəmirəm. Yəni, amma onların da yanaşması doğru deyil deyərdim. Çünki əgər qaçırsa, üzləşmək istəmirsə, deməli başa düşürəm, yorulurlar. Bir həddən sonra belə pis də səslənsə bezirlər. Ancaq bunu göz ardı etmək lazım deyil ki, bu zaman uşaqlarına əslində yaxşılıq etmirlər. Çünki onları mütləq sosiallaşdırmaq lazımdır. Sosiallıqdan uzaqlaşdırmaq. Zaten cəmiyyətdə müəyyən bir hissəsi uzaqlaşır və yaxud da uzaqlaşdırır. Yəni valideyn özünün öz doğması da onu uzaqlaşdırsa, onda bəs necə olacaq? Bəs onun cəmiyyətə necə qazanacaqdır? Və əsas məsələ də valideyn özü öz uşağını olduğu kimi qəbul elədikdə, başqaları da onu qəbul eləməyə daha asan olur. Amma o özü belə öz övladını qəbul eləmədikdə, başqaları da qəbul eləmir. Necə ki deyirlər, sən özün özünə dəyər verirsənsə, başqası da sənə dəyər verəcək. Çünki sən o necə deyim, sən öz həddlərini, sərhədlərini qoyursan da, burada da eyni həmin situasiyadır ki, yəni əgər valideyn özü öz övladını olduğu kimi qəbul edirsə, onu hər şəraitdə, hər bir vəziyyətdə ona sevgisini bəlli edirsə və onun yaxşılığına çalışırsa, qıraqdakılar da onu görüb o cür davranacaq. Bir yerdən sonra təbii ki, əvvəl-əvvəl çətin olur, birdən-birə olan bir şey deyil. Çox təəssüf ki, məktəblərimizdə də bu hallar müşahidə olunur. Hətta müəllimlər belə o uşaqlara imkan vermirlər, diskriminasiya edirlər. Sanki bu uşaqları baxın, mən özüm onda valideynə deyirəm, başa salıram ki, mən özüm xatırlayıram, bizim özümüzün məktəbində də belə öz yoldaşlarım belə da dəcəllik eləyirdik də. Yəni biz özümüz də dəcəllik eləmişik, müəyyən qaydaları pozmuşuq. Amma məktəbdə yəni bu uşaqlar qayda pozanda elə bir xüsusi gözə bunların gözlərinə batır da. Yəni ki nə var onların üstünə bir ad yapışdırıblar, ad yapışdırılıbdır. Bir stigma var və ona görə də halbuki o eyni davranışı və lap eyni olmasa ona bənzər davranışı digər sinif yoldaşları və digər sinifdəki uşaqlar da sərgiləyirlər, göstərirlər. Ancaq onların adı bir o qədər çıxmır. Onlar o qədər də görməzdən gəlinir. Onları bir şəkildə yola verirlər. Amma bu uşaqları nədənsə yola vermək istəmirlər. Düzdür, yaxşıları da var. Mən özüm çox rastlaşıram, dəstək olurlar, yaxşı müəllimlərimiz, pedaqoqlarımız da var ki, onlarla da rastlaşıram. Yəni bir məsələnin bir tərəfini deyəndə, xoş olmayan tərəfini deyəndə, xoş olan tərəfini də demək, onlar da az deyil. Onlarla da çox rastlaşmışıq ki, dəstək olurlar. Xüsusi necə deyim, əslində onları da qazandırmaq istəyirlər cəmiyyətə, qrupa. Mütləq şəkildə onlara da necə ki digər uşaqlara tapşırıqlar verirlər, onlara da verirlər. Amma təəssüf ki, bu bir cür yanaşanlar da az deyil və bu halda valideynlər çox əziyyət çəkirlər. Çox ruhdan düşürlər. Olub ki, məktəbdən çıxarmaq həddinə gəlib və yaxud da məktəbdən çıxarıb ev təhsilinə keçirənlər olur. Məcbur qalırlar. Amma halbuki istəmirlər. Onlar da çünki istəyirlər ki, uşaqları sosiallaşsın. Amma çox təəssüf ki, belə durumlar da olur. Və ümid eləyirəm ki, bu durumlar zamanla daha da aradan qalxacaq. Çünki maariflənmə gedir. Çünki dediyim kimi artıq daha tez-tez və çox rastlaşırıq. Bizim xüsusi qayğıya ehtiyac olan uşaqlarımızla, xüsusi şəxslərimizlə və ümid eləyirəm ki, daha da yaxşıya doğru gedəcək Allahın izni ilə. Küçədə və ya ictimai yerdə, iş yerlərində olsun, universitetdə olsun, yəni insanların toplu olduğu mühitlərdə həmin mühitə yeni bir fərqliliyi olan şəxs gəldikdə insanlar necə davranmalıdır? Baxmalıdırmı, yaxınlaşmalıdırmı, necə yaxınlaşmalıdır? Fərqlilik qoymalıdırmı, tutalım hansısa bir müzakirə obyekti olan bir mövzu var, onunla necə davranmalıdır? Həmin müzakirədə onunla necə yanaşmalıdır? Türklər necə deyir? Pozitiv ayrımcılıq olmalıdır ya olmamalıdır? Belə deyək də, burada baxır hansı situasiyada rastlaşırıq, harda rastlaşırıq. Məsəl üçün, təbii ki, biz həmin insanla tanış olmalıyıqsa, ünsiyyət qurmalıyıqsa, istər-istəməz baxacağıq da, danışacağıq da, yeri gələndə, məsəl üçün, bir-birimizə məsəl üçün təmas da edəcəyik söhbət əsnasında.
Amma məsəl üçün yol gedirik, bir metrodur, avtobusdur. Bu zaman bir var ki, insan da gözüm sataşdı, gördüm, bildim ki, filan kəsdir, məhdudiyyət olan bir şəxsdir. Amma yəni ondan sonra xüsusi başdan ayağa incələmək, gözümüzü belə bir zilləyib baxmaq ki, onları da müşahidə edirik, olur elə. Sanki bu o fərqlilik biz tam bizdən biri deyilmiş kimi, yad planetdən gəlibdir, nə bilim də, yəni heç birinci dəfə görürükmüş kimi, yəni belə baxmaq mən doğru bilmirəm. Bayaq sən bir nümunə də gətirdin. Orada toxunmaq məsələsi ilə bağlı özünün təcrübəndən. Onu istəyirsən bir dənə vurğula, Onun üzərindən. onun üzərindən davam edeyim eyni zamanda. Bir gün taksidə gedərkən, bu taksidə deyəndə elə bilirlər toplu şəkildə manatlıq taksilərdə gedərkən bir qadın xanım yanımda əyləşmişdi. Mən düşünürəm ki, o canı yanmışlığından bəlkə bunu elədi, nə. Amma mənim üçün bu doğru bir davranış forması deyildi. Məni analiz elədi və əlimə toxundu, əlimi belə qaldırdı, baxdı və mən şok içərisində qaldım ki, yəni niyə toxundu? Qəribə oldum. Çünki qəbul edə biləcəyim bir şey deyildi. Tanımadığım bir insanın sənə toxunması və mənə bu çox təsir eləmişdi. Hətta kiçik bir video da çəkib paylaşmışdım bu barəsində. Düzdür, çox fərqli rəylər gəlmişdi mənə. Siz bu barədə nə düşünürsünüz? İndi mən olğun yaşımda bu hadisə ilə qarşılaşdım. Düşünün küçədə balaca bir uşağınızı tutub belə bir yanaşma sərgiləyirlər. Necə hiss edilər? Yəni burada necə yanaşmalıdır? Valideyn olsun, uşaq olsun, böyük olsun. Özüm elə onu sənə dedim ki, xatırlatma verəsən, yəni burada da bildirəsən. Çünki nəyə gətirmək istəyirdim sözümü ki, çünki bax sənin o andakı duyğun, reaksiyan, yəni onu da biz göz ardı etməməliyik. Məsəl üçün başdan ayağa baxırıqsa, incəliriksə, problemini, məsəl üçün süzürüksə, təbii ki, o insan özünü komfort hiss eləməyəcək, narahat hiss eləyəcək, gərginləşəcək, hətta istəmsizcə ola bilər, aqressivləşə də bilər. Bu baxımdan onu da göz ardı etməmək lazımdır, başa düşmək lazımdır. Və təbii ki, toxunma məsələsinə gələndə, bu da mən bunun tərəfdarı deyiləm. Çünki lap məhdudiyyət olmasın, başqa bir nə bilim insan olsun, məsuliyyəti olan bir şəxs olmasın, ona belə toxunmaq nə dərəcədə düzgün olar ki, biz onun şəxsi sərhədlərini pozmuş oluruq və icazə olmadan, onun necə deyim, istəyi olmadan biz ona toxunuruq və bu nə dərəcədə etik bir yanaşma olur. Bu baxımdan sənə qarşı da mən bunu etik yanaşma kimi qəbul etmirəm. Yəni toparlayacaq olarsaq, yəni görürük, gözümüz sataşdı, bildik, baxdıq, yəni amma yəni öz yolumuza davam edirik. Ünsiyyət lazımdırsa ünsiyyətimizi qururuq, sözümüz varsa soruşa bilərik. Çəkinmədən və qarşı tərəfi də tədirgin etmədən ola bilər ki, nəsə bir sualımız yarana bilər. Burada da çünki biz o insanı adi qəbul edirik, yəni və maraqlanırıqsa, burada da pis şey görmürəm əslində. Təbii ki, ancaq icazə almaqla, şəxsi sərhədləri pozmadan, onu incitmədən buna açıq olmaq da, yəni qarşı tərəf üçün də düşünürəm ki, xoş olar. Çünki ünsiyyətdən qaçmağın özü də doğru olmaz təbii ki. Doğrusu bu sualı vermək nə qədər doğrudur bilmirəm. Sadəcə insan öz-özünə tək qaldığı zaman beynində bəzi suallar yaranır. Hansı ki, bu sual mənim beynimdə çox zamanımı alan bir sualdır. Mən bu hadisəni 8 yaşımda yaşamışam. Bəzən düşünürəm ki, kaş ki bunu 18-imdə yaşasaydım, heç olmasa 18-ə qədər uşaqlığımı görmüş olardım, bir şeyləri yaşamış olardım, o istədiyim kimi keçirə bilərdim. 14 yaşlarında insanın yeniyetməlik dövrüdür, sevgini tanıdığı və sair kimi hadisələrin keçdiyi bir dövrdür, bunu yaşamış olardım. Əslində bilirəm haqsız sualdır, amma zaman bölümü olaraq hansı dövrdə insan daha rahat keçirir bu prosesi? 8-ində, yoxsa 18-ində, 25-ində? Heç cürə bu suala beynimdə cavab tapa bilmirəm. Yəni gəlin birlikdə biraz bu məsələyə giriş eləyək. Mən fikirləşirəm ki, istənilən yaş dövründə çətinlikdir, narahatlıq narahatdır, başımıza gələn başımıza gələndir, belə deyək də, loru dildə desək. Yəni birazdan sizlə sağollaşıb biz çıxsaq,
bir müddət sonra başımıza nə gələcək bilmirik. Heç kim heç nədən sığortalı deyil. Bu baxımdan yəni düşünürəm 8-də də biz hansısa bir travmanı yaşasaq, hansısa bir çətin dönəmdən keçsək, bizim üçün ağrılı, çətin olacaqdır. 18-də də keçirsək, 28-də də keçirsək. Çünki biz insanıq və 8-ə kimi də müəyyən bir yaşanmış dönəmimiz var, keçdiyimiz yol var, gələcəklə bağlı qurduğumuz xəyallarımız, düşüncələrimiz var. 18-də də o yaşa kimi olan bir dövrün yaşanmışlıqları və gələcəklə bağlı xəyallarımız. 28-də də yenə elə. Bu baxımdan mən fikirləşirəm ki, istənilən yaşda yaşanılan çətinliklər, travmalar elə nəticə olaraq incidir, üzür, çətinlik yaradır və ona görə də bunu hansı yaşda asan keçiriləcəm, hansı yaşda daha tez öhdəsindən gələrəm deyə dediyim kimi istənilən yaşda bu o qədər də asan olmur və o qədər də qəbullanmaq asan olmur bir sözlə. Düşünürəm ki, Zaman lazımdır. bəlkə də Bəli. mənim nədir buna vadar eləyən? 8 yaşımda öz istəklərimi çox dilə gətirə bilmirsən və istər-istəməz valideyn səni nə qədər düşünsə də, nə qədər olsa da o öz ideallarının arxasında olur. Səni mükəmməl görmək, sənin hər zaman qabağa, irəliyə itmək. Amma 18-də qismən artıq öz istəklərim formalaşmış olur. Hər zaman onu düşünürdüm ki, 8-də yox, 18-də olsa daha bir rahatım olardı. Deməzdim. Mənə elə gəlir ki, elə o dövrdə də, yəni o yaşda da mütləq ki, çətin olacaqdı. İndi gözünün qabağına məsəl üçün gətirirsən də o dönəmləri, o keçdiyin yolları, məsəl üçün o sənin dediyin yaşda da həmin dönəmləri keçməli olacaqdın. Düzdür. Uşaq yaşında ola bilər ki, hə, biraz valideynlərdən hələ ki tam sərbəst bir söz haqqımız və yaxud da tam sərbəst özümüzlə bağlı olan, hə, müəyyən qədər qərarlarımız olmaq olan yaş dövr deyil. Ancaq o yaşda ona xas, o dövrə xas yaşanılır çətinliklər. 18 yaşda o yaşa, o dövrə və o düşüncəyə görə yaşanılır. 28-də də o yaşa, o dövrə görə yaşanılır və hər üçündə də asan olmur və yolu keçmək lazım olur və bir yerdən sonra qəbullanmaq və özünü olduğun kimi sevmək lazım olur. Çox sağ olun. Dostlar, gəldik son sualımıza. Belə deyim, artıq bu məsələni toparlayırıq, sonra da sağollaşacağıq. Cəmiyyət olaraq fərqi qəbul etməyi necə öyrənə bilərik? Yəni hər kəsi o fərqlilik deyirik əslində. O fərqlilik sözünü ortadan qaldırmağı necə öyrənəcəyik və yaxud da məhdudiyyət, əlillik, bu kimi şeyləri. Yoxsa elə bu sözlərin özünü qəbullanmaq lazımdır. Cəmiyyət olaraq mən düşünürəm ki, biz buna hazırıq əslində. Sadəcə biz özümüz belə bəzən bəzi şeylərin fərqində deyilik. Biz özümüz müəyyən şeylərin fərqində olsaq və buna empatiya ilə, emosional zəka ilə yanaşsaq, düşünürəm ki, bizim də cəmiyyət olaraq çətinliyimiz olmayacaq və çətinlik yaratmayacağıq. Bu baxımdan mütləq şəkildə empatiyanı, emosional zəkanı özümüzdə inkişaf etdirməliyik. Özümüz fərqində olmalıyıq davranışımızın, yanaşmamızın. Nədən qaynaqlanır doğru olmayan davranış? Fərqində olmamaqdan. Fərqində olmadan, çünki elə bilirik ki, qarşı tərəf qırılmayacaq, sınmayacaq, ona məsəl üçün istədiyimizi deyə bilərik, istədiyimiz cür yanaşa bilərik. Bunlar da hamısı emosional zəkanın, empatiya duyğusunun yetəri qədər inkişaf etməməsindən qaynaqlanır. Bu baxımdan arzu edirəm ki, yəni bizdə hər birimizdə emosional zəka, empatiya inkişaf etsin və fərqində olaq və doğru şəkildə yanaşmağı istəyək. Əsas məsələ. Çox sağ olun Nərmin xanım. Təşəkkür edirəm. Mən təşəkkür Və bir də sarılalım. Sağ olun. Sağ olun.